Sevgini Allah üçün bildirmək. Qala Rasulullah sallallahu aleyhi və səlləm: "İzə əhabbə əhadukum əxahu fəliyu'limhu ənəhu yuhibbuh." Sizdən biriniz qardaşını sevdikdə, qoy ona xəbər versin ki, o onu sevir. Və bu hədis bizə öyrədir ki, insan, yəni müsəlman qardaş, öz qardaşını sevməsi və ona o sevgini etiraf etməsi. Və şək yoxdur ki, sevgi Allah üçün olmalıdır. Necə ki, başqa hədisdə gəlir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "İzə əhabbə əhadukum sahibəhu fəlyətihi fi mənzilihi fəlyuxbirhu ənəhu yuhibbuhu lillah." Sizdən biriniz öz dostunu, öz qardaşını sevdikdə, qoy onun yanına gəlsin, mənzilinə ya evinə gəlsin və ona xəbər versin ki, o onu Allah üçün sevir. Və bu hədis də göstərir ki, bizim sevgimiz Allah üçün olmalıdır. Hansı bir məqsədlərə görə yox, başqa məqsədlər kimi mal, dövlət, başçılıq, ya hansı bir işə düzəlməsi üçün, ya müəyyən bir məqsədlərə görə yox, sırf Allah üçün sevgi olmalıdır. Və bu da İslam dininin mükəmməlliyidir ki, İslam dini bizi həvəsləndirir sevgi bağlarına, ülfətə, cəm olmağa. Və bəllidir ki, necə ki bu hədisdən gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm bizə deyir ki, xəbər ver. Yəni, get onun yanına, get ona xəbər ver. Və bu da eyni zamanda nə göstərir? İnsan, yəni müsəlman qardaş, yəni müsəlman bacı, utanmamalıdır öz qarşındakı iman əhlinə bunu etiraf etməsinə, Allah üçün sevgini. Çünki Allah üçün olan sevgi bu bir ibadətdir. Və ibadət insan Allaha ibadət etdikdə şək yoxdur ki, ucalır və Allah Subhanahu taala da onu sevməyə başlayır.